Azərbaycanın keçmiş təhsil naziri, Milli Məclisin sabiq deputatı Firudin Cəlilov, Prezident Administrasiyasının eks-rəhbəri akademik Ramiz Mehdiyevin ermənilərlə əlaqələri və onun fəaliyyəti haqda sərt açıqlamalar verib. Yeni Sabahın məlumatına görə, o, bu barədə OTV Azərbaycan YouTube kanalına müsahibəsində danışıb. Cəlilov, PEA-nın keçmiş rəhbərinin təkcə Rusiyanın adamı və Moskvaya işləyən biri kimi təqdim olunmasının doğru olmadığını bildirib. O, əlaqə edib ki, Ramiz Mehdiyevin Sovet İttifaqı dövründən Ermənistanla və ermənilərlə əlaqələri yüksək olub, Ramiz Mehdiyevin həyat yoldaşı ermənidir və bu, onun ermənilərlə əlaqələrinin mənbəyi idi. Müstəqillik dövründə isə Mehdiyevin ermənilərlə əlaqələri əsasən Rusiya üzərindən qurulurdu. Sabiq nazir həmçinin Ramiz Mehdiyevin Azərbaycan xalqına və dövlətinə qarşı etdiyi xəyanətləri vurğulayaraq bu məsələnin hərtərəfli araşdırılmasının vacib olduğunu qeyd edib. Ramiz Mehdiyevin əmlakı əlindən alınmalı, o həbs olunmalıdır. Onun Azərbaycan elminə, mədəniyyətinə və dövlətçiliyinə vurduğu ağır zərbələr gün üzünə çıxarılmalıdır. Mehdiyev heç vaxt xalqımıza və dövlətimizə olan nifrətini gizlətməyib. Firudin Cəlilov qeyd edib ki, Ramiz Mehdiyevin birbaşa göstərişi ilə müstəqillik aktına imza atan millət vəkillərinə qarşı divan tutulub. Ramiz Mehdiyev öz fəaliyyəti ilə ölkə üçün fəlakət ocağına çevrilib. Onun nəzarətində olan bütün işlərin icrasında inkişaf olmayıb, çünki o, Ermənistanın göstərişlərini icra edirdi. İstintaq onun Ermənistanla əlaqələrini də diqqətlə araşdırmalıdır. Əlavə edək ki, Cəlilov 1992-1993-cü illərdə təhsil naziri vəzifəsində çalışıb.